Qurban bayramınız mübarək olsun əziz insanlar. Hər il bayrama bir gün qalmış WhatsApp-a çoxlu qoyun şəkilləri göndərirdilər. Qalereya dolurdu qoyun şəkli ilə. Bu il nədənsə qoyun şəkli göndərən olmadı. Əhvalınız xoş olsun deyə sizə bir lətifə danışmaq istəyirəm. Günlərin bir günü bir kişi gəlir çobanın yanına. Çobandan soruşur ki, ay çoban, bu qoyunlar nə qədər süd verir? Çoban, ağlar yoxsa qaralar? Kişi deyir, tutaq ki, ağlar. Bir ağlar 10 litr süd verir. Kişi soruşur, bəs qaralar? Bir qaralar da 10 litr süd verir. Kişi soruşur, ay çoban, bəs bunlardan nə qədər yun almaq olur? Çoban soruşur, ağlardan yoxsa qaralardan? Kişi deyir, tutaq ki, qaralardan. Deyir, qaralardan təxminən 10 kilogram yun almaq olur. Kişi soruşur, bəs ağlardan? Çoban deyir, ağlardan da 10 kilo. Kişi əsəbləşir. Deyir, ay çoban, əgər hər ikisində eynidirsə, sən niyə hər dəfə dəqiqləşdirirsən, ağlar yoxsa qaralar? Deyir, çünki ağlar mənimdir. Bəs qaralar? Deyir, qaralar da mənimdir.